Ha. Salam, axşamınız xeyir. Biz bu günlərim 2-ci, 5-ci siniflə gəlmişik. Gəlin bura. Əlimdəkini ver mənə. Uşaqlar, salam. Axşamınız xeyir, hər vaxtınız xeyir. Bu günlərim biz Göyçay Rayon Tarix Diyarşünaslıq Muzeyinə ekskursiyaya gəlmişik. Dərsimiz Tarix Etnografiya Muzeyinə ekskursiyadır. Ona görə biz bugün sizə təşrif buyurmuşuq. 5-ci siniflərdir. Buyura bilərsiniz. Necəsiz müəllimə? Gəlin başlayaq uşaqlar. Keçin. Sakin. Bu yağlı boyayla çəkilmiş. Gəlin dinləyək. Yağlı boyayla çəkilmişlər. Məsələn, müəllifi də Tofiq Əhmədovdur. Burada toy mərasimidir. Bu şəkildə təsvir olunan toya hazırlıqdır daha doğrusu. Göyçay böyük kəndlərdən biri olan Kürşavan kəndində toy mərasimi təsviridir burada. Görürsünüz ki, toydur, hamımızın başı çıxır ki, o vaxtı, yəni maşın olmadıqda texnika kimi öküzlərdən istifadə etmək, inəkləri öküzlərdir. Sonra bax, burada uşaqlar toy hazırlıq mərasimidir. Toy hazırlıqda bizim məişətdə işlənən qədim əşyalarımızdan, qədim qablarımızdan istifadə edirlər. Qazandır, sonra misdən silidir. Yuxa pişirmək üçün sazdır, bax burada. Yuxa pişirirlər, sonra burada ət kəsirlər. Görürsünüz uşaqlar, musiqiçilərdir. Bax, bizdəki musiqi alətlərindəndir. Bax, bunlarda da indi hal-hazırda. Nağaradır ki, hal-hazırda da yenə bu musiqi alətindən istifadə olunur. Sonra orada siz görərsiniz, araba təkərdir. Bax, görürsünüz, arabadır. Arabadan gəlin gətirirlərdir. Təkər odundan düzəldilmiş, təkər dəmirdəndir, amma bunlar da ağaçlardan düzəldilmiş arabadır ki, minik vasitəsi kimi istifadə edilir. Bu meyvələrdir, sandıqdır, görürsünüz ki, bax bizim Göyçayda yetişən meyvələrdir, nardır, sonra üzümdür, sonra bax burada uşaqlar deməli sinidə, məzməkdə, kəllə qənddir, şaqalatdır, indi də toylarda şirinlik kimi, baxın da, dalaşmayın, baxın. Sonra keçək. Bax, burada da malqara saxlanılan, həyətdə malqara saxlanan tövlədir. Tövlədir, bu da ot sayası. Keçək görək uşaqlar, ot yıqlar üstünə. Sonra, burada da yenə bax, toya hazırlıqdır, oynayırlar, burada da gəlin gətirirlər, bax, ot qayalarıdır. Görürsünüz, bax, burada da bizim qablarda, bax, belədir. Samavardır, hər evdə istifadə olur, bizim muzeydə də hər ölçüdə olan samavarlar var. Sonra burada bax görürsünüz ki, yəni kabab pişirirlər, keçək görək. Hal-hazırda bu qablarda, buna oxşar qablarda indi də istifadə edirsiniz evlərdə. Məişətdə istifadə olunan qablardır. Bax, bu inək sağmaq üçün görürsünüz bu qabdır, görürsünüz bunu o vaxtda inək qoysanırdır, sərinçdir bu da. Bu da samavardır, sonra balyardır, sonra məzməkdir, padlos deyirlər, sonra birərlidir, bax, tayquq da deyirlər bunlara. Sonra o da ki, təndirdə çörək qopartmaq üçün də ərsindir. Bax, bu da ərsindir. Yavaş-yavaş keçək. Uşaqlar, bir də mənə diqqətlə dinləyin. Uşaqlar, biz bugündən təsvirincə sənətdən Tarix Etnografiya Muzeyinin ekskursiyamızda biz indiyə kimi keçdiyimiz dərslərdən uşaqlar motivləri keçmişdi. Xalça üzərində motivlər, sonra sərpuşun şəklini çəkmişsiniz, dolab, dolçadır, digər orada sini qablar var, şəkillərini çəkmişsiniz. Yadınızda da keçən ötən dərslərimizdə. İndi qarşıdan da biz xovlu, xovsuz xalçalar keçəcəyik. Bax, uşaqlar, bunlar xovlu xalçadır, tüklü. Bax, üstündə əli vursan tükü var. Amma bu palazdır. Bunun üzərində tükü yoxdur. Bu sapdan, yun sapdan toxunmuş bir şeydir. Yəni, xalça növüdür, palaz növüdür. Uşaqlar, sonra bax, sərpuş budur, bu təkəllidir, bu həvək dəstədir. Bunların üzərinə baxın. Bax, bunların üzərində indi bu biraz çox işlənib. Naxışı yoxdur, amma bunların üzəri naxışlı olur. Bax, onun üzərində naxışları görürsünüz, işləmələri. Sonra bax, bu o durna çırağıdır. O nədir? Durna çırağı nədir? Buyurun müəllimə, durna çırağı nə idi? Formacı durmaya oxşadığını bir durna çırağı deyirlər. Qabaqlar onu deyirlər.
İşıqlandırmaq üçün də yolu işıqlandırmaq üçün. Bax, boynu uzun olduğuna görə qırmızı. Başqa nədir? Sonra uşaqlar bunlar dəstəmaz avtovalardır, parçalarıdır. Bunlardan da həm də evə qonaq gələndə o vaxtı xanların, bəylərin devirlərində evə belə hörmətli qonaq gələn zaman uşaqlar bax bunun içərisində su qızdırırlarmış, gətirirlərmiş elə stolun yanında, masanın yanında. Orada bir lənçə, vanna, nəsə bir şey qoyulurmuş. Orada əli yuyulurmuş. Bunun içində yemək var da. Bəli. Bunun şəklini çəkmisiniz siz. Sərvi. Şaha gətirdilər. Asa, hə. Şaha yemək gətirdilər ki, alın. Bunlar da səhəngdir, balaca səhəng. Deyib ha, bunlar balaca səhəng sayılır. Qızlar, gəlinlər bax bunu çiyinlərinə atıb bulaq başına gedirlərmi? Mən usta oldurdular. Asa. Bu da uşaqlar həvək dəstədir. Buna ədəbalar əzmək üçün bundan istifadə olunur. Asa. Onlar sinirlərdir. Kasalar, sinirlər. Elə bir ki, mis nimçədir. O bizdə Bəli, şirin. ortaya yemək qoyurlar ha. O vaxtda həmin qablar. Sonra orada da var. Bir də o qədimi şeylərə baxaq. Deməli, İslamla qədərki mədəniyyətdir. Deməli, bunların harcısı 2000-ə yaxın, 2000-dən də artıq yaşı var bu əşyaların. Çox yaxın salarsınız. Hansı? Bunlar elə bir ki, qablardır. Ağzı tüpaq formalı qablardır. Bu süt yığması, süt yığması. Bu qopudda, Bu o vaxtı olunanda ağızları sınır. bunlar heyvan dişləri falan olub, onları belə təsbih kimi düzəldib istifadə Bunlar edirlər. elə ki, küp qəbil səsən çıxmır, çənə sümüydü, bazı sümüydü. Bax bunlar. Bunlar qadın bəzək əşyalardır, küp qəbildən. Yaxındırıb əl uzu vurmayın. Deməli, eramızdan əvvəl insanların təsbih yoxdur, mumcuqdur. Bu da ki, zərf formalı bir figurdur, hansı ayinləri yerinə getirmək üçün istifadə olunmuş bir əşyadır. Mən bu nədir? Hansı? Bu ayaq sümüyü, bazı sümüyü, bazı. Bu da terikodalardır ki, Məsuldarlıq ayininin, Qüsü Peyğəmbər kinosunda görmüsünüz, bütlərə sitayiş edilməli. Bunlar da bütlərdir. O vaxtda elə bir ki, taxıl əhkəndə yağış yaxsın, gül çıxsın, elə bir ki, Allah kimi də istifadə edirlər, bax bu bütlərə. Gördünüzmü? Sonra uşaqlar, bax buradakı olan, ay uşaqlar, səliqəli ehtiyatla gəlin. Buradakı olan uşaq qəbridir. Deməli, 3-cü, 4-cü əsr. 4-cü, 3-cü, 4-cü əsrə o vaxtı küp qəbridir. Uşaq qəbri də, küp qəbri. O vaxtı deməli belə fikirləşirlərmiş, insan öləndə, rəhmətə gedəndə də onu belə küp qəbrə qoyurlarmış, sonra bastırırlarmış. Amma onun yanına belə onun istədiyi oyuncaqları, nə bilim əşyaları, yeməklər, qidalar qoyurlarmış. Üzüyü, sırğası. Paltarın qoyurlarmış ki, O çaxmaq daşı. əlləri uzun, çaxmaq daşı yandırıb. Deməli, hər kəs küp qəbirlərdə bastırırlar. Ey, aralı. Qablar olub da onlardır ki, eramızdan əvvəl 4-cü, 3-cü əsrdə artıq bu əşyalar. Elə bir ki, qalğalardır ki, içərisində ət qovurub saxlayırlar. Artıq, o da sinidir, içində yemək, ortalığı yemək qoymaq üçün. Hansı, o da aş süzən əvəz edirdi. Adını çəkən deyirlər, üstünə düyü süzürdülər. Gördünüz, Mənə bu qayğılar oxşar şeylər nədir? Çətənə, çətən. Uşaqlar, bizim qədim xalçalarımızdan bəli, üzərində bax, təbiət motivləri, heyvan mənşəli motivlər. Bax, orada dəvə quşu var, barmağı biraz qabağa uzat qızım, deyə orada bax. Hə, bax, elə qoyduğun, hə, bax o. Onun yuxarısı, üst hissəsi, bax o, görsən, heyvan mənşəlidir. Orada dəvə quşudur, dəvədir, nədir, elə bir şey. Yuxarıdakı düzüdür da. gördüm bunu. Hə. Sonra bu da uşaqlar bizim o vaxtı noxudu çalağaylarımızda üzərində baxın, xırda-xırda butaların üzərində naxışlı işlənmiş qədimi də o vaxtın qadınları, xanımları başlarına taxırlarmış. Sonra bu yerdəki olan var, ha, bu xırda parçalardan, köhnə paltarlardan kəsərək belə bir döşətçə altlığı, üstlüyü, nəsə belə evdə döşətçə üçün də istifadə olunur. Bu da aşı süzürlər böyük məclislərdə. Burada düyünü qızdırırlar, tökürlər da pörtlənir aş eləmək üçün. Tökülür onun üzərinə, sonra süzülür, sonra onu aş kimi dəmləyirlər. Belə.
Burada da konstitusiya suverenliyi ilə əlaqədar təşkil etdiyimiz sərgidir. Konstitusiya əl-üzü vurmayın. Yo, yo, əl vurmayın. Əl-üzü vurmayın. Kitabları örtün, əl-üzü vurmayın. Axı bu eksponatlar toxunulmazdır, əl vurmaq olmaz. Dedikdə sizə.